Deyirlər ki, onkoloji xəstəliklər üçün Avropa misal gətirmək nağıldır. Bəs biz həqiqətənmi nağıl uydururuq? Yoxsa reallığı görməkdən qorxuruq? Gəlin Emil bəyin bu şərhinə iqtisadiyyat dili ilə cavab verək. Avropa sistemini uzaqdan gələn qeybət xarakterli məlumatlarla deyil, rəsmi iqtisadi datalarla analiz etmək daha faydalı olar. Videoda spesifik bir sahədən danışıram və hətta İngiltərədə növbələr olduğunu qeyd edirəm. Amma Avropada növbənin olması sistemlə yox, xəstəliklərin təsnifatlaşdırılması ilə bağlıdır. Orada insan həyatı tanış biliş və ya da şəxsi büdcə üstündə qurulmayıb. Demoqrafiya bəhanəsinə gəldikdə isə əslində Avropada yaşlı əhalinin olması səhiyyə sisteminin nə qədər uğurlu olması deməkdir. Çünki insanlar uzun yaşayır. Bizdə isə gənc əhalinin səhiyyə əlçatanlığından narazı qalması demoqrafik yox, struktur problemidir. Yəni burada problem kasıbın uşaq sayında yox, idarə etmənin effektiv olub olmadığındadır. 370 milyon məsələsində heç nə dəyişmir demək isə məhz şəffaflıq tələb eləməyən cəmiyyətlərin şüarıdır. İqtisadiyyatda hər bir manatın hesabı soruşulmalıdır. Əgər büdcədə vəsait varsa və vətəndaş hələ də yaxşı xidmət görmürsə, demək idarə etmədə və strukturlaşdırmada problem var. Vergi və büdcəyə gəldikdə isə Avropada əlbəttə vergilər çox yüksəkdir. Amma biz hazırda əlimizdə olan büdcənin səmərəliliyindən danışırıq. İqtisadiyyatda əlimizdə olan resursu necə idarə edirik sualı vergi dərəcəsindən daha önəmlidir. Əgər vəsait varsa və xidmət yoxdursa, bunun demoqrafiya ilə nə əlaqəsi var? Mən Avropanı cənnət kimi yox, model kimi göstərirəm. Bir vətəndaş olaraq daha yaxşısına layiq olduğumu düşünərək sorğuluyuram. Siz də daha yaxşısını tələb etməyə alışsanız, bəlkə nəsə dəyişər. Uğurlar. Sizcə haqlı olmaq üçün mütləq Avropada yaşamaq lazımdır, yoxsa öz ölkəmizdə də yaxşını tələb eləmək haqqımızdır? Şərhlərə cavab videolarını bəyənirsinizsə, videonu bəyənməyi, şərh yazmağı və paylaşmağı unutmayın.